və namaz bir nemətdir, onu zay eləyənləri əzab gözləyir. Və Həzrət Fatimə soruşdu atasından, gözəl hədisdir bu, soruşan xanım Zəhradır, danışan Peyğəmbərdir. Allah ömründən bərəkəti götürər namazı vaxtında qılmayan adamlar. Ömrü bərəkətsiz olur. Adam var 80 il yaşayır, ömründə bərəkət yoxdur. Adam var 30-40 il yaşayır, bərəkətli ömrü yaşayır. Çoxluqla bərəkətin fərqi var. Bərəkət xeyir verməkdir, xeyir əldə eləməkdir. Ömürdən çox xeyir götürən adam bərəkətli ömür yaşayıb, az da yaşasa. Özü də çox mənəvi xeyir götürüb, başqalarına da çox mənəvi xeyir verib, maddi xeyir verib. Özü üçün və başqaları üçün çox faydalanıb ömründən ömrü bərəkətlidir, az da olsa. Adam var 80-90 il yaşayır, nə özü bir bu həyatdan xeyir götürdü, nə başqasına xeyir verdi. Cəmaət deyir ki, bizcə ölsəydi canımız qutarar. Ya belə, ya da ölümün arzulamırlar, amma heç nə varlığı ilə yoxluğunun bir fərqi yox.